Salam hörmətli tamaşaçılar, küçənin nəbzində xoş gördük sizləri. Bugünkü mövzumuz Azərbaycan Respublikasının simvollarından olan dövlət bayrağı haqqındadır. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının bayrağı 3 rəngdən, 8 güşəli ulduzdan və ayparadan ibarətdir. Görək bunların açıqlaması, mənası nədir? Bayrağımız üzərində yerləşən göy rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyi, demokratiyanı, yaşıl rəng isə İslam dininə bağlı olmağımızı, yəni İslamçılığımızı bildirir. Qırmızı rəng üzərində olan aypara türk xalqlarının simvol kimi qeyd edilir. 8 güşəli ulduz isə 8 türk xalqının mənsubluğunu, mövcudluğunu bildirir. Bəzi mənbələrdə isə 8 güşəli ulduz əski əlifbalarda Azərbaycan sözünün 8 hərflə yazıldığını bildirir. Biz də Dəyər TV olaraq Azərbaycan Respublikasının bayrağı haqqında şəhərimizin sakinlərinə üz tutaraq məlumat almağa çalışacağıq. Görək, onlar bu haqda nə bilirlər? Bayraq günü 9 noyabrdır. Bayraq mənim üçün hər şeydir. Bayraq üçün mən lazım gəlsə canımı da verməyə hazıram. Mən bayrağımızı dəfələrlə Dünya Avropa çempionatlarında qaldırmışam. Azərbaycan himnini səsləndirmişəm. Boksdan, kickboksdan. Bayrağımızı yüksəltmək inşallah. Bir dənə məqsədim var ki, olimpiyada bayrağımızı yüksəldim. İlk boksdan olimpiya çempionum. Azərbaycan tarixinə elə düşmək istəyirəm. Bayraq gün 9 noyabrdadır və bayraq dövlət atributlarından birindən sayılır və dövlətin rəmzidir. Yəni, hər birimizin borcudur ki, bayrağımızı qoruyaq və heç kimə icazə verməyək ki, kimsə təhqir eləsin bayrağı, ya da nəsə pis ifadə işləsin o barəsində. Göy rəng deməli türkçülüyün rəmzidir. Qırmızı rəng müstəqilliyimizin rəmzidir və yaşıl da ki, İslam dinimizin onu bildirir. Bayraq bizim üçün müqəddəsdir. O həqiqətən də necə ki Türk dövləti biz bayrağını dəstəkləyir, biz də həmçinin elə. Bayraq müqəddəsdir. Bayrağı yəni ki hər şeydən önəmli tutmaq lazımdır. Bayrağın rənglərini bilirəm. Göy türkçülüyü bildirir, qırmızı demokratiyanı bildirir, yaşıl İslamı bildirir. Aypara da ki, hamı bildiğim ki, Azərbaycan o köhnə qədim sözdə deyirlər ki, 8 alfabetdən ibarət olduğu. Bayraq günü hər il 9 noyabr tarixində Azərbaycanda qeyd olunur və bayraq bizim millətimizin, ölkəmizin milli namusudur, qeyrətidir, dəyəridir. Çünki bir halda ki, bizim 15 mindən artıq şəhidimiz bu yolda, bu bayrağın, bu müstəqilliyin uzanması uğrunda canlarından keçiblərsə, biz də gələcək nəsil, növbəti nəsil olaraq və özümüzdən sonraki nəsillərə bunu miras dəyər buraxaraq daima bu şanlı bayrağın dalğalandırması üçün hər bir şey etməyə hazır olmalıyıq. Bayraq bir milləti birləşdirən, bütünləşdirən dəyərdir. Azərbaycan milləti, Azərbaycançılıq bu bayrağın altında formalaşır, birləşir. Ona görə biz canımız bahasına, qanımız bahasına bayrağımıza həmişə sahib olmalıyıq. 9 noyabr bayraq günüdür. Bir Azərbaycan vətəndaşı olaraq bayraq mənim üçün nə önəm kəsb edir. Yəni, hər zaman fəxr etmişəm Azərbaycan vətəndaşı olaraq və Azərbaycan bayrağına fəxr eləmişəm və istəmişəm həmişə daima zirvələrdə dalğalansın. Bir çox idman növlərində dalğalandığı kimi inşallah istərəm tezliklə də Qarabağda dalğalansın, Qarabağa sancılsın bizim bayrağımız. Bayraq günü 2009-cu il noyabr ayının 9-da Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən təsis edilib. Bundan əvvəl isə 1918-ci noyabr ayının 9-da təsis edilmişdi ilk dəfə. Bayraq Azərbaycan Respublikasının ümumiyyətlə hər dövlətin varlığını sübut edən müəyyən atributlar var ki, onlardan biri də və bəlkə də ən birincisi də bayraqdır. Bayraq insanlarda belə deyim də mənəvi ruh yüksəkliyi yaradan, başqa ölkələrdə, istər ölkədən kənarda bir atributdur. Digər atributlara nisbətən daha çox sevilir mənim fikrimcə. Bayraq hər bir ölkədə müəyyən rəmzlər var ki, həmin rəmzlər o bayraqlarda əks olunur və bayraqlarda əks olunan rəmzlər müxtəlif mənaları kəsb edir. Azərbaycanda isə müasirlik, türkçülük, İslamın rəmzləri bizim bayrağımızda həkk olub. Əlbəttə ki, mənim üçün bayraq bir vətəndaş olaraq vətənpərvərliyin simvolu hesab edilir. Hər bir ölkənin vətəndaşı kimi mən də öz bayrağımı çox sevirəm və harda görsəm, belə deyim, qürur hissi keçirdirəm. İnşallah Azərbaycanın üç rəngli bayrağı bütün dünyada daim dalğalanar və biz vətəndaşlar da o bayraqla fəxr edərik. Şairin dili ilə desək, bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir. Bəli, əziz tamaşaçılar,
Şəhərimizin sakinlərindən olduqca sevindirici, ürəkaçan cavablar aldıq. Ümid edirik tezliklə bu bayraq Dağlıq Qarabağda dalğalanacaq. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə demişkən, bir kərə yüksələn bayraq bir daha enməz. Sağ olun, gələn görüşlərə dək.